27-ci dərsə xoş gəlmisiniz. Efeslilərə 4-cü fəsildə oxuduğumuz 5-guşəli xidmət haqqında danışacağam. Bugünkü dərsimizdə həvari, peyğəmbər, müjdəçi, pastor və müəllim xidmətləri haqqında danışacağıq. Amma bu dərsimiz adətən bu xidmətlər barədə sizin nə vaxtsa eşitdiyiniz təlimlərə bənzər deyil. Məqsədim bu mövzu ilə bağlı dini eynəkləri çıxarmağımızdır. İlk imanlılar cəmiyyətindəki imanlıların bu xidmətləri necə keçirdiklərini görə bilmənizi istəyirəm. Özü də biz bunları bir vəzifə deyil, idarəçilik nöqteyi nəzərindən araşdıracağıq. Məsihin bədəninin hər bir üzvü fəal olaraq düzgün işləməlidir. Bu halda biz təkcə ailələri deyil, bütün şəhərləri Məsihə gətirəcəyik. Mən buna inanıram. İndi isə gəlin dərsimizə başlayaq. Pionerlər məktəbinin 27-ci dərsinə başlamaq istəyirik. Bugün sizinlə 5-guşəli xidmət mövzusundan söhbət açacağam. Son 2 dərsimizdə imanlılar cəmiyyəti haqqında danışmışdım. Həmçinin 2 dərs əvvəl mən imanlılar cəmiyyətinin ailə ilə oxşarlığı barədə də danışmışdım. Uşaqsız ailələrin olduğu kimi, ruhani uşaqları olmayan imanlılar cəmiyyətləri də var. Övladı olmayan insanlara dünyaya körpə gətirmək üçün kömək lazımdır. Biz çox adamların ruhdan doğulmasını istəyirik. İmanlılar cəmiyyəti bir ailə kimidir. Biz ailələrdə uşaqların olmasını istəyirik. Sonra isə ailədə doğulan bu körpələr böyüməyə başlayırlar. Həmçinin körpələri olan ailələr də var. Yenicə ruhdan doğulmuş imanlılar təzə doğulmuş körpələrə bənzəyirlər. Körpələrin ehtiyacları fərqlidir. Gənc uşaqların ehtiyacları fərqlidir. Ataların da ehtiyacları fərqlidir. Uşaqsız olan imanlılar cəmiyyəti, körpələri olan imanlılar cəmiyyəti, körpəlik yaşından çıxmış uşaqlı imanlılar cəmiyyəti, övladları evi tərk etmiş imanlılar cəmiyyəti, nənə və baba olan imanlılar cəmiyyəti. Mən ruhani səviyyələr barədə danışmışdım. Körpəlik, gənclik, sonra da ana, ata olmaq. Bugünkü dərsin məqsədi isə əslində dini eynəkləri çıxarmağa sizə kömək eləməkdir. Pionerlər məktəbində bu vaxta qədər mənim öyrətdiyim 27 dərsin hamısı bu dini eynəkləri çıxarmaq məqsədi güdür. Yalnız bundan sonra biz Allahın istədiyini edə bilərik. Məsələn, şagirdlik işində Allah bizdən nə istəyir? Allah bizdən müjdəni necə başa düşməyimizi istəyir? Allah imanlılar cəmiyyətinə dair bizdən nə istəyir? Bəzi insanlar bizim indi imanlılar cəmiyyəti haqqında danışdıqlarımızın nümunəvi bir kilsə olduğunu düşünəcəklər. Əgər siz bunları etsəniz, imanlılar cəmiyyətiniz olacaq. Mən nümunəvi bir imanlılar cəmiyyətinin mövcud olmasına inanmıram. Əsas DNT-dir. Əsas insanlardır. Mən xüsusi bir kilsə modelini qurmaq istəyən cəmiyyətdə olmuşam. Onlar bir araya gəlib, bütün bunları mərhələlərlə ardıcıl yerinə yetirirdilər. Əslində bu heç də yaxşı nəticə verməyib. Daha sonra mən eyni mərhələləri addım-addım keçən başqa bir cəmiyyətdə olmuşam. Bu çox yaxşı nəticə verib. Çünki insan ancaq özündə olanları verə bilər. Bəzi yerlərdə olan imanlıların isə özlərinin həyata ehtiyacları var. Onlar pionerlər məktəbində verdiyim təlimin bəzi hissələrini başa düşməlidirlər. Bugün mən sizə dini eynəyimizi çıxarmağa, kömək etməyə davam etmək istəyirəm. Sizə tam mənzərəni göstərməyə çalışacağam. Həmçinin sizə bəzi təkliflər verəcəyəm ki, insanlar doğru yolu görsünlər, düzgün istiqamətdə irəliləsinlər, şagird hazırlamaqda səmərəli olsunlar. Sonra biz yeni bir şey başlaya bilərik. Bu, tezliklə yayımlanacaq İsa radiosudur. Ümidvaram, bugünkü dərsə hazırsınız. Çox qısaca dua eləmək istəyirəm. Sonra biz dərsimizi davam edəcəyik. Allahım, gördüyün işlərə görə sənə şükür edirik. Dünyanın hər yerindən eşitdiyimiz heyrətamiz şəhadətlərə görə sənə təşəkkür edirik. Biz dua edirik ki, bu təlim insanlara sənin kim olduğunu və bizi nəyə çağırdığını anlamağa kömək eləsin. Bu dərsimizə baxan insanlar üçün dua edirik ki, öyrətdiyimiz dərslə onlara dini eynəklərini çıxarmağa kömək etsin. İnsanlar səni görüb tanıya bilsinlər. İsa'nın adı ilə dua edirəm. Amin. Efeslilərə 4-də oxuduğumuz 5-guşəli xidmət haqqında bölüşmək istəyirəm.
Əvvəllər bu barədə çoxlu təlimlər eşitdiyinizi düşünə bilərsiniz. Lakin bugün sizinlə paylaşacağım bu təlimi siz eşitməmisiniz. Bu fərqli təlimdir. Bu, hələ də mənim üçün çox böyük və möhtəşəm bir vəhdir. Bu vəhi mən çox qısa müddət əvvəl almışam. Biz bunu əməkdaşlıq etdiyimiz insanlarla tətbiq etməyə başlamışıq. Bunun sayəsində aldığımız bəhrələr heyrətamizdir. Biz bir neçə gün əvvəl Danimarkada keçirilən Pionerlər Məktəbində Luka 10 adlanan təlim barədə bir video hazırladıq. Orada 5 güşəli xidməti nəzərə alaraq insanları imanlılar cəmiyyətlərini təşkil etməyə göndərdik. Nəticələr çox heyrətamiz oldu. Allahın illər əvvəl mənə söylədikləri indi qarşımda bir-birinin ardınca baş verir. Biz möhtəşəm, yeni hadisələr görməyə başlayırıq. Davam eləməzdən əvvəl, illər əvvəl aldığım bəzi peyğəmbərlikdən danışmaq istəyirəm. Bu peyğəmbərlik təkcə mənə deyil, həm də Pionerlər Məktəbinin tələbələri olan sizlərə də aiddir. Beləliklə, 18 noyabr 1999-cu ildə, yəni bundan 18 və ya 19 il əvvəl, mən Allahdan bir peyğəmbərlik aldım. Bu peyğəmbərlik sözü mənə Məsihin bədənini tərk etməyimin lazım olduğunu, sonra isə yenidən Məsihin bədəninə qayıtmağımı tövsiyə edirdi. Bir çox müjdəçilər müstəqil işləmələrinə baxmayaraq, mən həvari komandası ilə birlikdə işləməliydim. Mən Filipin həvarilərlə olan münasibətini unutmamalıydım. Hər gün insanlar xilas olacaq, biz ailələri, sonra isə bütün şəhərləri Məsihə gətirəcəyik. Bu, çox illər əvvəl aldığım olduqca xüsusi bir vəhi idi. Mən müstəqil deyil, həvari komandası ilə birlikdə işləməliyəm. Filipin həvarilərlə münasibətini unutmamalıyam. Müqəddəs kitabda nə görürük? Həvarilərin işləri kitabında biz nə görürük? Müxtəlif xidmətləri və ənamları olan imanlıların sıx əməkdaşlığını görürük. Bir dəfə Filip Samariyaya gəldi. Müjdəçi Filip Samariyada müjdəni təbliğ edirdi. Həmçinin Filip xəstələrə şəfa verir, cinləri qovurdu. İnsanlar Filipin etdiyi möcüzələri görəndən sonra ona diqqətlə qulaq asırdılar. Oradakı adamlar müjdəni qəbul etdilər, suda vəftiz olundular. Lakin Filip orada bu işi tamamlamadı. Filipin köməyə ehtiyacı var idi. Adamları müqəddəs ruhda vəftiz eləmək, ruhu qəbul etmək işində Filipə kömək lazım idi. Nə oldu? Yerusəlimdə olan şagirdlər və ya həvarilər Samariyadakı insanların kəlamı qəbul etdiyini eşitdilər. Filipə kömək eləmək üçün onlar Samariyaya adamlar göndərdi. Həmin adamlar da gəlib bu işi tamamlamaqda Filipə kömək etdilər. Onlar cəmiyyətin təməlini qoymaqda kömək etdilər. Filip bu işi onlara etibar edərək öz yolunu davam edə bildi. Filip kəlamı qəbul etməyə hazır olan bir xədimin yanına gəldi. Həmin xədim də ruhdan doğuldu. Bu barədə həvarilərin işləri 8-də oxuyuruq. Maraqlısı odur ki, həvarilər Filipə köməyə gəlməsəydilər, Filip Samariyada ilişib qalacaqdı. Filip yanına getməli olduğu xədimə gedib çata bilməyəcəkdi. Bəlkə də Filip Samariyada imanlılar cəmiyyətinin bünövrəsini qoymağa çalışacaqdı. Amma sonra Filip məyus olacaqdı. Niyə? Çünki Allah Filipin bu işi görməyini istəmirdi. Ola bilsin, Filip bu işi həvarilər qədər yaxşı edə bilməzdi. Həvarilərin işləri kitabında Paul imanlılar cəmiyyətinin qurulmasına dəstək olmaq üçün müxtəlif missioner səyahətlərinə özü ilə fərqli ənamlara malik olan insanlar aparırdı. Mən bu vəhi alanda çox sevindim. Çünki mən bunu təcrübədə yaşamaq istəyirdim. Fərqli ənamlara malik insanların birgə çalışdığını görmək istəyirdim. Çünki nəticədə hər gün insanlar xilas olacaqlar. Bu vəhi alanda mən çox sevindim. Lakin bu peyğəmbərliyi eşidəndə mən hələ də öz dini eynəyimdə idim. Belə düşünürdüm. Mən müjdəçiyəm. Sonra da getdiyim bir kilsə var. Həmin kilsədə pastor var. Mən müjdəçiyəm. Pastor və müjdəçi birlikdə necə işləyəcəklər? Mənə dini eynəklərimi çıxarmaq, Allahın nə demək istədiyini başa düşmək üçün uzun illər lazım oldu. Yəni, mənim həvari komandası ilə səfərə çıxacağım, hər bir ailənin və bütün şəhərlərin xilas olmasını görmək üçün Allahın mənə verdiyi tapşırığı anlamağıma uzun illər lazım oldu.
Daha sonra 9 sentyabr 2006-cı ildə mən Allahdan başqa bir peyğəmbərlik aldım. Mən yeni nəslə bu DNT-ni ötürməliyəm. Həmin DNT nəsildən nəsilə keçməlidir və biz insanları sıfırdan ruhani nəhənglərə qədər böyüdüb yetişdirməliyik. Bugün biz bunu öz gözlərimizlə görürük. Pionerlər məktəbi vasitəsilə həmin DNT-ni ötürə bildik. Nəticədə dini eynəksiz olan yeni nəsil yetişir. Biz insanların sıfırdan başlayıb ruhani nəhənglərə qədər böyüdüyünü görürük. Peyğəmbərlik sözü belə davam edir. Onlar ailələri və şəhərləri Məsihə gətirəcəklər. Birdən mən ailələri və şəhərləri Məsihə gətirəcək şəxsin təkcə bir super müjdəçi olmadığını başa düşdüm. Bunlar həmin DNT-yə malik olan insanlardır. Pionerlər məktəbini keçmiş 26 dərsi görüb və orada verilən təlimin onları dəyişdirməsinə imkan verən insanlar. Ailələri Məsihə gətirməyə başlayıblar. Biz çox sayda ailələri Məsihə gətirəcəyik. Şəhərləri də Məsihə gətirəcəyik. Mən bu təlimlə bölüşmə imkanına görə çox şadam. Bugün bölüşəcəyim 5 guşəli xidmət haqqında olan bu təlim, İmanlılar cəmiyyətinin bir ailə olması haqqındadır. İmanlılar cəmiyyətində olan ruhani səviyyələr barədə də danışacağam. Bu vaxta qədər öyrəndiklərimizin hamısını bir araya toplayıb növbəti dərsdə yekunlaşdıracağam. Bugünkü təlimin bir çox ailələrin Məsihə gəlməsinə səbəb olacağına inanıram. Biz əminəmanlığa layiq olan adamları tapıb, onların yaşadıkları yerə gəldikdə, həmin ailələrin də Məsihə gəldiyini görəcəyik. Həvari komandaları ilə birlikdə biz gəlib onları yetkinləşdirəcəyik. Onlar yeni ailələri Məsihə gətirəcəklər. Nəticədə bütün şəhər Məsihə gələcək. Axı şəhərlər ailələrdən ibarətdir. Efeslilərə 4-ü oxumağa başlamaq istəyirəm. Mən sizə öz eynəyinizi çıxarmağa kömək eləməyə çalışacağam. Sonra mən kilsədə bu ənamların necə işlədiyini, bugün bizim onlardan necə istifadə edə biləcəyimizi izah edəcəyəm. Beləliklə, Efeslilərə 4:11. Həmin mətni birlikdə oxuyaq. Mənimlə birlikdə oxuyun. Həmin ayədə oxuyuruq. Özü, yəni Allah, kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi ki, Məsihin bədəninin inkişafından ötürü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər. Bunun nəticəsində hamımız imanda və Allahın oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacaq. Allah cəmiyyətdəki imanlılara xidmət eləmək üçün ənamlar verdi. Allah müqəddəsləri inkişaf etdirmək üçün, onları xidmətə hazır eləmək üçün həvari, peyğəmbər, müjdəçi, pastor və müəllim ənamlarını verdi. Allah bu ənamları niyə verdi? Müqəddəsləri inkişaf etdirib, xidmətə hazır etmək üçün, kamil insan səviyyəsinə çatdırmaq üçün. Belə ki, artıq insanların kələkbazlığı ilə bizi yoldan azdırmaq üçün hazırladıkları hilələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq. Biz insanları yetişdiririk. Körpəlikdən gəncliyə qədər. Sonra isə atalıq səviyyəsinə qədər çatdırırıq. İnsanları necə yetişdirmək olar? Allahın imanlılar cəmiyyətində bizə verdiyi ənamlardan istifadə edərək. Daha sonra Paul yazır ki, biz yetkinləşək və daha körpə uşaqlar olmayaq. 15-ci ayədən başlayaraq oxuyuruq. Məhəbbətlə həqiqəti yerinə yetirərək, bədənin başı olan Məsihə bənzəmək üçün hər tərəfli böyüyək. Efeslilərə 4:15. Bir tərəfli böyüməyək, hər tərəfli böyüyək. Sonra oxuyuruq. Bütün bədən onunla, yəni Məsihlə birləşdiyi üçün hər buğumun köməyi ilə üzvü surətdə ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. Efeslilərə 4:16. Mən burada bir çox sözlərin olduğunu bilirəm. İndi onları izah edəcəyəm.
Beləliklə, biz inkişaf edərək cəmiyyətin başı olan İsa Məsihə bağlanıb böyüməliyik. Biz necə böyüyə bilərik? Hər buğumun köməyi ilə biz Məsihə bağlanıb quruluruq. Hər üzvün ahəngdar işləməsi ilə böyüyürük. Bədənin hər bir üzvü, hər bir hissəsi düzgün işləyəndə bütün bədən işləyir. Əl ilə nəyisə edərkən, baş barmaq işləməsə də, başqa barmaqlar işləyir. Amma baş barmağın işləməsə, fincandakı çayı içmək çətin olur. Yalnız 3 barmağım olsa, bu daha çətin olar. Əgər 2 barmağım işləsə, hətta istəsəm də bu fincandan içə bilmərəm. Səmərəli nəticə əldə eləmək üçün bütün barmaqlarım, bütün üzvlərim işləməlidir. Dərsimizə davam etməzdən əvvəl mən İmanlılar Cəmiyyətindəki 5 guşəli xidmətin nədən ibarət olmasından danışmaq istəyirəm. Təlim heç də insanları bir qutuya salıb, onları idarə etmək məqsədi ilə verilmir. Çünki mən bunu illər əvvəl artıq yaşamışam. Müqəddəs kitabda oxuduğumuz 5 guşəli xidmətlər haqqında danışarkən, bunları bir əl kimi yadda saxlamaq çox asandır. Beləliklə, həvari baş barmağı oxşuyur. Həvari göndərilmiş elçi deməkdir. Həvari çox vaxt göndərilən bir elçidir. Yəni, həvari indi bir yerdədir. O, nəyinsə əsasını qoyub üzərində qurur. Lakin bundan sonra həvari növbəti yerə gedir, yola çıxır. Çünki bu yerdə o artıq işini bitirib. Beləliklə, həvari irəli gedir. Müqəddəs ruh gəlib onu növbəti bir yerə istiqamətləndirir. Yəni, bu bir həvari, elçidir. Bəs həvarinin xüsusiyyəti nədən ibarətdir? Onda 5 guşəli xidmətlərin hərəsindən biraz var. Onun az miqdarda peyğəmbərlik etmək qabiliyyəti var. Həmçinin həvari güclü müjdəçidir. O, müəllim kimi də təlim verə bilir. Bəzən həvari kilsədə pastorluq edir. Bu hərəkətləri kisələ barmağınızla da etməyə çalışın. Lakin bunu etmək mümkün deyil. Sonra peyğəmbərdir. Peyğəmbər yol göstərən şəxsdir. O, Allaha tərəf gedən yolu göstərir. Sən ona qulaq asmalısan. Çünki yol budur. Həyatınızda günah var. Tövbə etməlisiniz. Peyğəmbər həvari ilə birlikdə lazım olanda atəş aça biləcək tapancaya bənzəyir. Deməli, bizdə həvari və peyğəmbər xidmətləri var. Müjdəsini göstərən barmaq biraz daha uzundur. Müjdəni uzaq yerlərə çatdırır. O, çox zaman müxtəlif yerlərdə baş verən ən heyrətamiz möcüzələrin şahidi olur. İnsanlar möhtəşəm şəfalar alır, cinlərdən azad olurlar. Başqa ənamlar olan kəslər bunları edə bilmirlər. Daha sonra İmanlılar Cəmiyyətində pastor var. Çobanı üzük daşıyan atsız barmaq təmsil edir. Çoban gəlinlə evlənən bir bəydir. Burada əsas sevgi və məhəbbətdir. Sonra əlimizdə kesələ barmağımızdır. O, insanların Allahın kəlamını eşitmələri üçün onların qulaqlarındakı tıxacları çıxaran bir xidmətçidir. O, məhz Allahın kəlamı üçün çalışır. Beləliklə, barmaqlar 5 guşəli xidməti təmsil edir. Əvvəllər mən bunları çox səhv başa düşürdüm. Bu barədə sizinlə bölüşmək istəyirəm. Təəssüf ki, bir çox yerdə bunu səhv edirlər. Mən bir qədər böyüyəndən sonra kilsədə olanlar mənə dedilər, Torben, indi sən müjdəçisən. Bəli, indi mən müjdəçiyəm. Sən müjdəçisən, çünki insanlara Allah haqqında danışmağı sevirsən. Bizimlə birlikdə küçələrə çıxacaqsan. Buna görə də onlar məni müjdəçi kimi təbliğə göndərdilər. Bundan sonra daha kilsənin müjdəni paylaşmağa ehtiyacı qalmır. Kilsədəki insanları müjdəçiliyə çıxarmağa çalışanda onlar bunu deyirlər. Bu işlə Torben məşğuldur. O, insanlara müjdəni danışır. Daha mən gedib başqalarına İsa haqqında danışmamalıyam. Çünki artıq Torben bunu edir. Bu çox yanlış bir fikirdir. Əvvəldən bu belə nəzərdə tutulmamışdı. Başqa bir məsələ isə budur. İnsanları bir qutuya salmaq üçün çox zaman bundan istifadə edirlər. Mən ruhdan doğulduqdan sonra müjdəni paylaşmağı çox xoşlayırdım. İnsanlara İsa haqqında danışmağı həmişə sevmişəm. Beləliklə, mən hər zaman insanlara İsa haqqında danışırdım. Güclü bir müjdəçi idim. Əvvəldə mən kilsənin tutduğu mövqeyi xoşlamırdım. Kilsəni və oradakı insanları bəyənmirdim. Biz insanları Məsihə gətirməliyik. Gəlin küçələrə çıxaq, insanları Məsihə gətirək. Amma birdən mənim ürəyim dəyişdi. Çünki mən daha küçələrə çıxıb insanlara müjdəni danışmaq istəmirdim. Mən daha böyük işlər görmək istəyirdim.
Kilsədə olmaq və kilsədə olanları öyrətmək istəyirdim. Küçələrdəki insanları Məsihə gətirmək üçün kilsədəkiləri öyrətmək lazım idi. Bu, müqəddəs kitabda oxuduqlarımla eyni idi. Bu həqiqətə daha yaxındır. Müqəddəs kitabda mən bunu oxuyuram. Allah xidmət üçün müqəddəsləri öyrədib təmin eləmək üçün bu ənamları vermişdi. Müjdəçi yalnız müjdəni paylaşan bir xidmətçi deyil. Müjdəçi müqəddəslərə müjdəni paylaşmağı öyrədən, onları təmin edən bir kəsdir. Müəllim isə heç də təkcə təlim verən şəxs deyil. Müəllim həmçinin müqəddəslərə təlim verməyi öyrədən şəxsdir ki, onlar da küçələrə çıxıb başqa insanlara təlim verə bilsinlər. Çünki şagird hazırlamaq hər bir imanlıya tapşırılır. Gedin və şagird hazırlayın. Onları suda vəftiz edin. Onları hər şeyə riayət etməyi öyrədin. Öyrətmə işi neçə nəfərə tapşırılıb? Hamıya. Hər birimizə müəllim olmaq tapşırılmasa da, hər kəsə öyrətmək tapşırılıb. Müjdəçilik işi də hər bir kəsə tapşırılıb. Amma hamının müjdəçi ənamı olmasa da, hamı müjdəni paylaşmağa çağırılıb. Kilsədə hamının peyğəmbər xidməti olmamalıdır. Lakin müqəddəs kitab deyir ki, hamımız peyğəmbərlik etməliyik. Çox vaxt biz xidmət üçün verilmiş ənamları səhv başa düşürük. Adətən biz belə düşünürük. Mən pastoram, müjdəni gedib paylaşmağıma ehtiyac yoxdur. Yaxud da öz-özümüzə fikirləşirik. Mən müjdəçiyəm. İnsanların qayğısına qalmaq mənim işim deyil. Bəsdirin görək, biz ehtiyacı olan insanlara kömək etməliyik. Müəllim insanları qutulara salmamalıdır. Çünki biz bu qutunun içində böyüyürük. Siz əvvəlcə bir xidmətdə ola bilərsiniz. Böyüyəndən sonra isə müxtəlif sahələrdə xidmət edə bilərsiniz. Biz müqəddəs kitabdan Paulun Timoteyə bu barədə dediyini oxuya bilərik. Sonra biz Paulun özündə müxtəlif ənamlarını görürük. Bəzən o özünü çoban, bəzən həvari və ya müjdəçi adlandırır. Eyni ilə Timotey də. Şəxsən mən özüm illər əvvəl daha çox müjdəçi idim. Amma sonra mən həm müjdəçiliyi, həm də kəlamı öyrətməyə xoşladım. Kilsə üzvlərini müjdəni paylaşmaqları üçün öyrədirdim. Ancaq bir neçə ildən sonra Allahın mənə yeni imanlılar cəmiyyətlərini təşkil etmək barədə söylədiyini hiss elədim. Birdən ürəyimdə imanlılar cəmiyyətlərini təşkil eləməyə arzusu yarandı. Məhz bu səbəbdən də mən Sonuncu Reformasiya adlı kitabı yazdım. Amma əvvəllər qeyd elədiyim kimi çoxlu qutular var. Bu çox maraqlıdır. Danimarkada bir çox insanlar mənim yanıma gəlib bu cür qadağalar qoyurlar. Torben, sənə imanlılar cəmiyyətini təşkil etməyə icazə verilmir. Çünki sən pastor deyilsən. Axı sən müjdəçisən. Sən imanlılar cəmiyyətini təşkil edə bilməzsən. Axı mən bunu istəyirəm. Xeyr, yox. Sənə bunu etməyə icazə verilmir. Axı istəyirəm. Olmaz. Get müjdəçiliyini elə. Bizə də imkan ver ki, imanlılar cəmiyyətlərini təşkil edək. Mən bunları eşidəndə çox məyus oldum. Sonra bir gün şagird qrupları ilə işləyən insanlarla görüşmək üçün Kopenhagenə getdim. Mən o vaxt biraz məyus vəziyyətdə idim. Kimsə məni salamladı. Halleluya Torben, səninlə tanış olmağıma şadam. İşlədiyin sahə nədir? Bu zaman mən başımı yerə tikib cavab verdim. Məncə müjdəçi. Bunu söyləmək mənim üçün çətin idi. Çünki elə bilirdim, o məni oradan qovacaq. Sən bu toplantını tərk eləməlisən. Çünki sən müjdəçisən. Burada söhbət imanlılar cəmiyyətlərini təşkil eləməkdən gedəcək. Mən bunu gözləyirdim. Çünki bütün məsihçi həyatım boyu mən bu sözləri eşidirdim. Amma o dedi, halleluya, bizə daha çox müjdəçi lazımdır. Pastorlar imanlılar cəmiyyətlərini təşkil edə bilməzlər. Mən bunu eşidəndə gözlərimdən dini eynəyimin düşdüyünü hiss elədim. Necə? Bu sözləri eşitməyi gözləmirdim. Xristiyan olaraq bütün həyatım boyu mənə təkcə bir söz deyilirdi. Sən bunu və bunu edə bilməzsən. Amma mən qutudan çıxandan sonra bunun tam əksini deyən bir nəfərlə qarşılaşmışdım. Allah məni bu yolda öyrədirdi. Sonra isə mən böyüməyə və daha çox şeylər öyrənməyə başladım. Yəni artıq imanlılar cəmiyyətlərinin təşkil edilməsi və buna bənzər işlərlə məşğul olmağa girişdim. İndi isə eynəklə yaşadığım əvvəlki həyatımda gördüklərimdən çox fərqli bir vəziyyəti görürdüm. İndi mən bunu izah etməyə çalışacağam. Yəni bugün bütün olub keçənləri eynəksiz necə gördüyümü təsvir edəcəyəm. Bunu olduğu kimi sizə söyləyəcəm. Mən bunları fərqli rənglərlə işarə etmişəm. Məsələn, həvari narıncı rənglə işarə etmişəm. Deməli, həvari. Sonra isə Peyğəmbər ənamı. Mavi rəngdədir.
Beləliklə, həvari peyğəmbər, sonra müjdəçi sarı rəngdədir. Pastor və ya çoban, bunların ikisi də elə eynidir, yaşıl rəng. Müəllimlik isə qırmızıdır. Beləliklə, beşguşəli xidmət budur. Burada müxtəlif ənamları görürük. Mən həvarini biraz yuxarı sürüşdürəcəyəm. Çünki həvari xüsusi ənamdır. Həvari peyğəmbər, müjdəçi, pastor və müəllim. İndi isə biz eynəklərimizi çıxartmalıyıq. Bunlar heç də vəzifələr deyil. Yəni, piramidanın başında həvari və peyğəmbər vəzifələri yer alır. Sonra isə müjdəçi və pastor gəlir. Lap aşağıda isə müəllimdir. Xeyr, bunlar sizin Məsihin bədənində hansı xidməti yerinə yetirdiyinizdən danışır. Yəni, siz cəmiyyətdə ağsaqqal ola bilərsiniz. Siz ağsaqqal kimi xidmət edirsiniz. Siz şagirsiniz, hamımız şagirdik. Amma yenə də daxilinizdə bir qədər fərqli xüsusiyyətləriniz də var. Bəzən siz peyğəmbər kimi səyahət edirsinizsə və ya peyğəmbər kimi göndərilirsinizsə, başqa vaxt isə siz ya müjdəçi, ya pastor, yaxud da bir müəllim kimi də göndərilə bilərsiniz. Siz müqəddəsləri xidmətə hazırlamaq və onları öyrətmək üçün göndərilirsiniz. Hesab edirəm ki, bunların hamısı səyahət edən xidmətçilərdir. Eyni zamanda onlar kilsədədirlər və imanlıları öyrədirlər. Məqsədimiz bu deyildir. Hə, mən pastor olmaq istəyirəm. Mən isə müjdəçi olmaq istəyirəm. Xeyr, məqsədimiz Məsihin şagirdi olmaqdır. Məqsədimiz Məsihə bənzəməkdir. Bu səbəbdən biz belə deməməliyik. Yox, mən müjdəçilik edə bilmərəm, çünki ənamımı hələ bilmirəm. Bu cür fikirləri beyninizdən atın. Əlbəttə, siz İsanı sevdiyiniz üçün müjdəni vəz etməlisiniz. Əlbəttə, siz peyğəmbərlik etməyə can atmalısınız. Çünki bu, imanlılar cəmiyyətini inkişaf etdirir. Əlbəttə, siz insanların qeydinə qalmalısınız. Çünki siz şagirsiniz. Məsihin şagirdi Məsih kimi olmaq istəyir. İsa'nın etdiyi bütün işləri etməlidir. Beləliklə, bunların hamısı bir qutuda olmamalıdır. Bu, müəyyən bir vəziyyəti izah edir. Yəni, bu, imanlılar cəmiyyətlərində insanların vəziyyətini izah edir. Biz bunlardan biri olmağa can atmırıq. Sadəcə, bu göstərir ki, imanlılar cəmiyyətində olan insanlar müxtəlifdirlər. Onların fərqli deyintiləri var. Onların çağırışları da bir-birindən fərqlənir. İcazə verin bunu izah edim. Mən bu yaxınlarda Pionerlər Məktəbində Luka 10 üzrə dərs deyirdim. Mən bu beşguşəli xidmət haqqında təlim verdim. Həvari xidmətini ayırdım. Çünki həvari xidmətində digər ənamların hamısından biraz var. Peyğəmbərlərdən danışdım, müjdəçidən danışdım, pastordan və müəllimdən danışdım. Sonra isə mən oradakı insanlardan xahiş elədim ki, bu 4 xidmətdən özlərinə yaxın olanı seçsinlər. Əgər siz məndən özümü hansı xidmətə daha çox aid etdiyimi soruşsanız, bilirəm, siz mənim pastor olduğumu düşünürsünüz. Yox, siz belə düşünməzsiniz. Hesab edirəm ki, pastor xidməti mənə ən az uyğun gəlir. Bu 4 xidmətdən mənə ən çox uyğun olan müjdəçi və ya ola bilsin müəllimdir. Amma adamlar mənə gah peyğəmbər, gah həvari, gah da müjdəçi və müəllim deyirlər. Məni tanımayanlar bəzən pastor deyirlər. Amma mən demək istəyirəm ki, bəzən biz fərqli sahələrdə xidmət edirik. Vacibi özümüzü qutuya qoymamağımızdır. Bunu yadınızda saxlayın. Mən bu cür danışan insanlara rast gəlmişəm. Yox, mən müjdəçi deyiləm. Mən müjdəliyə bilmərəm. Onlar çox qorxurlar. Amma həmin adamlar küçədəki kislət alandan sonra müjdəçiliyi sevməyə başlayırlar. Dünyanın hər yerinə müjdəni çatdırmağa gedirlər. Halbuki, əvvəllər onlar bunu edə bilməyəcəklərini düşünürdülər. Öz ənamlarını bilmirdilər. Əslində isə onlar qorxurdular. Beləliklə, biz tələsib insanlara kim olduqlarını söyləməməli və onları qutulara yerləşdirməməliyik. İndi biz bunu belə edirik. Peyğəmbərlik edənləri bir tərəfdə oturduram. Müjdəçiləri başqa tərəfdə oturduram. Pastorları ayrı, müəllimləri ayrı oturduram. Sonra onlara sual verirəm. Bu çox maraqlıdır. Çünki siz insanların necə düşündüklərini görürsünüz. Peyğəmbərə sual verirəm.
Bugün kilsədə olan ən böyük ehtiyac nədir? Biz Allahı axtarmalıyıq, dua eləməliyik, Allahı axtarmalıyıq. Allahı axtarmaq olduqca vacibdir. Allahdan eşitmək çox vacibdir. Duada daha çox vaxt keçirməliyik. Allahın səsini dinləməliyik. Müqəddəs ruhu eşitməliyik. Bugün kilsədə ən böyük ehtiyac məhz budur. Sonra müjdəçiyə eyni sualı verirəm. O deyir, İlk növbədə məhvə gedən insanlara müjdəni çatdırmalıyıq. İnsanlar məhvə gedirlər. Əgər biz heç nə eləməsək, onlar cəhənnəmə gedəcəklər. Həlakə gedən insanlara müjdəni çatdırmalıyıq. Əlbəttə, Allahı da axtarmalıyıq. Amma məhvə gedənlərə müjdəni çatdırmaq daha vacibdir. İnsanlar hər gün ölürlər. Hər gün 150 min insan vəfat edir. İmanlıları öyrətməliyik. Müjdəni özümüz başa düşməliyik ki, sonra onu vəz eləyə bilək. Müjdəçilərin ürəyində ən böyük arzuları budur. Sonra eyni suala pastor belə cavab verdi. Əlbəttə, bunların hamısı yaxşıdır. Amma insanlar ruhdan doğulandan sonra körpələr kimi olurlar. Onların qeydinə qalmalıyıq. Biz bir-birimizin də qeydinə qalmalıyıq. İnsanlarla müjdəni danışmaq yaxşıdır. Amma siz cəmiyyətimizə bir baxın. Burada tənha, qəlbi yaralı imanlılar var. Biz bu tənha və yaralı imanlılara qayğı göstərməliyik. Biz birlikdə olmalıyıq. Müəllim isə deyir, bəli, amma sağlam təlim lazımdır. Əsas təlimdir. Təlim bir problemdir. Bizə sağlam təlim lazımdır. Bizə Allah qorxusu lazımdır. Bizə sağlam təlim lazımdır. Biz imanlıları öyrətməliyik. Öyrətməliyik. Bu çox maraqlıdır. Mən imanlıları 4 qrupa bölüb oturtdum. Onların necə düşündüyünü aydın gördüm. Burada gördüm ki, hamımız burada müjdəni vəz edirik. Hesab edirəm ki, biz özümüzü bu qruplara bölməməliyik. Mən buyam, mən isə buyam deməməliyik. Hesab edirəm ki, hamımızın əsas təlimə ehtiyacımız var. Hamımız Allahdan eşitməyi öyrənməliyik. Hamımız müjdəni təbliğ etməyi öyrənməliyik. Hamımız müqəddəs ruhun rəhbərliyi altında yaşamağı öyrənməliyik. Hamımız imanlılara şagird hazırlamağı öyrətməliyik. Bu orduda olduğu kimidir. Əskərlikdə siz bəlkə helikopter sürəcəksiniz, bəlkə tank sürəcəksiniz, bəlkə ilkin tibbi yardım göstərəcəksiniz. Bomba partlayandan sonra yaralı adamları yığıb müalicə edəcəksiniz. Orduda da insanlar əsas təlimi keçirlər. Əsas təlimi hər kəs keçir. Tankçılar tapancadan atəş açmağı da mütləq bacarırlar. Çünki onlar əsas təlimi keçiblər. Yəni onlar artıq əsas təlimi keçiblər. Əsas təlim alandan sonra tanklarla işləyənlər tanklarla işləməyə gedirlər. Çünki onlar tanklar haqqında çox şey bilməyən bizlərə kömək edə bilərlər. Digər sahələrdə təlim keçənlər gedib bildikləri işlə məşğul olurlar. Bunları görməyə başlayarkən bu adama çox maraqlı gəlir. Mənə, məsələn, oradakı imanlıları 4 qrupa bölüb oturdanda özümə də çox aydın oldu. Məsələn, orada özlərini daha çox müjdəçiliyə aid edənlər var idi. Mən soruşdum, nə? Bəli, bu ürəyimin böyük arzusudur. Məhvə gedən insanlara müjdəni çatdırmaq istəyirəm. Yaxşı. Mən onunla tanış olanda onun pastor olacağını düşünürdüm. Mən belə fikirləşirdim. Mən onunla tanış olanda o mənə pastor kimi görünmüşdü. Amma onun ürəyinin böyük arzusu insanlara müjdəni çatdırmaq idi. Mən onun ürəyinin nəyi arzuladığını artıq bildim. Əlbəttə, onun əsas çağırışı şagird olmaqdır. Biz hamımız şagirdik, amma o daha çox müjdəçidir. Bunu biləndən sonra onu öyrətmək mənə daha asandır. Məsələn, biz onunla birlikdə müjdəni vəz eləməyə gedirik. Bu zaman həqiqətən şəxsi hissləri ilə mübarizə aparan bir qızla tanış oluruq. Amma həmin qıza saatlarla oturub onu dinləyən bir insan gərəkdir. Bu zaman mən nə edirəm?
Əvvəllər o qızla söhbət etməyi ona tapşırardım. Sən bu qızla söhbət edərsən? O isə belə cavab verər. Əlbəttə, mən onunla söhbət edə bilərəm. Amma əslində mən müjdəni vəzirləmək istəyirəm. Əlbəttə, o xahişimi yerinə yetirər. Lakin daha yaxşı olar mən bu qızla danışmağı pastor ənamı olan bir nəfərə tapşırım. Növbəti 3 saat ərzində bu qızla söhbət edərək ona məsləhət verə bilərsənmi? Bəs sən mənimlə küçələrə çıxıb kikstarla kömək edərsənmi? Sən isə adamla oturub yenidən doğulmaq üçün suda vəftizi ona izah edə bilərsən? Bu və ya başqa bir şey etməkdə kömək edərsənmi? İnsanların nəyə həvəsli olduqlarını biləndə biz daha səmərəli oluruq. Amma barmaqlarımdan biri baş barmağım olmaq istəyirsə, qulağım burnum olmaq istəyirsə və yaxud o zaman bu işləməyəcək. Səmərəli olmağımız üçün biz bədəndə öz yerimizi bilməliyik. Burada anlamalı olduğumuz vacib məsələ budur. Biz sevdiyimiz işlərdən enerji alırıq. Təbii ki, müjdəçi də insanlarla görüşüb onlara məsləhət verə bilər. Mən bunu da edirəm. Yəni mən insanlarla oturub onlara qulaq asa bilərəm. Bunu 20 dəqiqə edə bilərəm. Çox çalışsam, yarım saatla bunu edə bilərəm. Çalışsam, uzun müddətdə söhbət edə bilərəm. Yəni mən 1-2 saat oturub insanları dinləyə də bilərəm. Amma bu mənim üçün çox çətin olacaq. Bu mənim bütün enerjimi alacaq. Bundan sonra isə mən tam gücsüz hala düşürəm. Beləliklə, bu mənim bütün enerjimi alar. Amma pastor ənamı olan bir nəfər bir adamla 2 saat danışdıqdan sonra özünü çox əla hiss edir. Mən son 3 saat ərzində oturub bir nəfəri dinlədim. Onların danışdığı əhvalatları eşitmək çox xoş idi. Mən isə insanlara İsa haqqında danışandan sonra heç yorulmuram və eyni cür enerji ilə doluram. Çünki bu mənim ənamımdır. Biz bunu anlamağa başlayanda insanlar Məsihin bədənində öz yerlərini tapırlar. Efeslilərə 4-də biz bunu oxuyuruq. Bütün bədən onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvü sürətdə ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. Bədənin hər bir üzvü öz yerində ahəngdar işləyəndə bütün bədən böyüyür. Pionerlər məktəbində Luka onu öyrədərkən biz bu tapşırığı verdik. Hamı bunu çox bəyəndi. Biz peyğəmbərlik ənamı olan insanları bir tərəfə ayırıb bir qrup yaratdıq. Sonra müjdəçiləri bir qrupa topladıq. Pastor ənamı olanları bir qrupa, müəllimlik ənamı olanları da bir qrupa. Hər qrupda ruhdan yenicə doğulmuş körpələr də var idi. Onlar təlim almalıdılar. Bundan savayı hər bir qrupda çox güclü olan imanlılar da var idi. Müjdəçilərin qrupunda müjdəni paylaşmağı öyrənmək istəyənlər də var idi. Həmçinin bu qrupda təcrübəli müjdəçilər də var idi ki, digərlərini öyrədə bilərdilər. Onlara bunu öyrənmək istəyənləri öyrətmək daha asandır. Nəinki ürəklərində bu istəyi olmayan adamları. Burada heç bir bəhanəyə yeri qalmır. Bu qrupda təcrübəli olanlar körpələri öyrədirlər. Eynilə bu qrupda da. Axırda hamı bir araya gəlir və bir-birini öyrədirlər. Çünki hamımız öyrənmək istəyirik. Hamımız Məsih kimi olmaq istədiyimiz üçün hər birimizdən öyrənməyə hazırıq. Mən daha çox müjdəçiliyə həvəs göstərsəm də, digər ənamları da öyrənə bilərəm. Maraqlısı budur ki, bugünkü kilsələrə nəzər salsanız, görəcəksiniz ki, hər bir kilsə sanki bir rəngə boyanıb. Hər bir ənamın öz rəngi var. Peyğəmbərlik ənamını daha çox vurğulayan kilsədə olanda hamı sizə əl qoyub dua edir. Nəticədə sanki üzərinizdə mavi rəng iz qoyur. Siz insanların hansı kilsədən olduğunu görə bilərsiniz. Bəzən kilsəyə baxanda hamının mavi rəngdə olduğunu görəcəksiniz. Çünki bütün kilsə peyğəmbərlik edir. Bəzən bu bir qədər qəribə görsənir. Çünki peyğəmbərlik ənamı olanlar bayraqlarla rəqs etməyi sevirlər. Beləliklə, bu kilsədəki Məsihin bədəni mavi rəngdədir. Digər kilsədə yalnız sarı rəngdə olanları görmək olar. Hamısı müjdəçidir. Hamısı sarı rəngdədir. Amma yalnız bir rəngdən istifadə edərək şəkil çəkmək çətindir. Belə şəkil gözəl olmaz. 2 rənginiz olsa, şəkil daha gözəl alınar. Bütün rənglərdən istifadə etsəniz, onda çəkdiyiniz şəkil daha da gözəl olacaq.
Siz şəklin xırdalıqlarını da görə bilərsiniz. Məsihi heç vaxt görmədiyiniz bir şəkildə görə bilərsiniz. Mən bunu görə bilərəm. Məsələn, mən Danimarkada bir kilsə tanıyıram. Bu kilsənin pastoru güclü müəllimdir. Bu kilsə nə edir? Bu kilsədə olan adamlar müjdəçiliyə getmirlər. Məsihə adamları gətirmirlər. Xilas olanlar yoxdur. Bu kilsəyə gedib soruşsanız, sizdə yenicə ruhdan doğulan insan kimdir? Onlar deyə bilməyəcəklər. Çünki xilas çox illər əvvəl olub. Burada hamı pastor kimidir. Məsihin oradakı bütün bədəni qırmızı rəngdədir. Orada söhbət həmişə və yalnız təlim haqqındadır. Beləliklə onlar bir konferans, sonra ikinci konferans və bir-birinin dalında yüzlərlə konferanslar təşkil edirlər. Yaşıl rəngə boyanmış başqaları da var. Bu kilsədə olmaq çox xoşdur. Oradakıların hamısı bir-birini sevir. Amma onların heç bir təlimləri və bünövrələri yoxdur. Hər şey sadəcə gözəl və xoşdur. Məsihə heç kimi gətirmirlər. Hamının sarı rəngə boyandığı başqa cəmiyyətlər də var. Burada hər yerdə ölmək üçün öz başlarına buraxılmış körpələr var. Çünki hamı müjdəçiliklə məşğuldur. Bir nəfəri xilasa gətirəndən sonra onu qoyub növbət adamı Məsihə gətirirlər. Daimi olaraq eyni şəkildə təkrarlanır. Lakin belə uşaqlar heç vaxt nə təlim alır, nə də böyüyürlər. Çünki onların valideynləri yoxdur. Çünki müjdəçi körpələri elə hey gətirməkdədir. Təzə bir körpə, yenə və s. Siz videolarına baxdıqda mənim müjdəçi olduğumu, yəni əsasən sarı rəngə boyandığımı anlaya bilərsiniz. Əlbəttə, bizim təlimimizlə başlayan insanlar öz fəaliyyətlərinə kickstartla başlayırlar. Bu zaman onlar da sarı rəngə boyanacaqlar. İndi onların hamısı sarı olur. Burada heç bir səhv yoxdur. Sadəcə hər kəs lazımlıdır. Müjdəçilik hər bir təlimin bünövrəsində olmalıdır. Bizə ənamları bir yerə toplamaq lazımdır. Düşünürəm ki, biz imanlılar cəmiyyətini təşkil edərkən insanların hansı vəziyyətdə olduqlarını bilməyimiz çox vacibdir. Onlar ruhani yetkinlikdə körpəmi, gəncmi və ya atadılarmı? İnsanların ənamlarını görəndə bu ənamlardan istifadə etmək imkanı yaranır. Təbii ki, bu zaman biz bir-birimizə hörmət etməklə ənamlardan düzgün istifadə edə bilərik. Bu halda biz daha səmərəli ola bilərik. Bir neçə gün əvvəl bir təlim videosunu YouTube-a yüklədik. Bu video bir neçə gün əvvəl olduğumuz missiya səfərindəki bir şəhadət barədədir. Kickstart etmək üçün Norveçə getmişdik. Biz insanları müxtəlif evlərə yolladıq. Onlar həmin evlərdə bir həftə, hətta bəzi yerlərdə bir həftədən də çox qaldılar və insanlarla işlədilər. Biz bu üsulu daha çox istifadə etmək istəyirik. Mən gələcəkdə nəyi görürəm? Gələcəkdə bizim bircə çalışan həvari komandalarımız olacaq. Hər kəsə müjdəni vəz etmək tapşırılıb. Müjdəni vəz etmək gündəlik həyat tərzimiz olmalıdır. Bunu bir-birimizə öyrətməliyik. Amma elə insanlar var ki, onlar əmin-amanlığa layiq olan adamı tapmaqda olduqca bacarıqlıdırlar. Bu insanlar hər dəfə uğurlu olurlar. Çünki onlar bunu yaxşı bacarırlar. Onlar gedib əmin-amanlığa layiq olan adamı dərhal tapırlar. Həmin adamın evinin qapısı onların üzünə açılır. Belə müjdəçilərə ehtiyacımız var. Çünki onlar hamını öyrədə bilərlər ki, hamı bunu bacarsın. Biz hər kəsin ənamını görüb, hər kəsi müvafiq işə istiqamətləndirməliyik. Müjdəçi bir evi tapandan sonra həmin ev əhli İsa'nı qəbul etdikdən sonra bu müjdəçi Filip və yaxud digər müjdəçilər kimi yolunu davam edə bilər. Biz isə həmin evə bir həvari qrupunu göndərə bilərik. Oraya müəllim gedir, peyğəmbər gedir, müjdəçi gedir. Biz bunun necə böyüdüyünü görürük. İndi isə həvaridən danışaq. O digərlərindən fərqlidir. Həvaridə bütün 4 ənamın hərəsindən biraz var. Məndə də hər ənamdan biraz var. Çünki məndə həvari ənamı var. Həvari quran, yaxud təşkil edən bir şəxsdir. Həvari böyük mənzərəni görə bilir. O yalnız bir yeri görmür. Pastor bir yerdə pastor olur, o belə fikirləşir. Mən bu imanlılar cəmiyyətini necə inkişaf etdirə bilərəm? Amma buraya bir həvari gəlsə, narıncı əlləri ilə pastora toxunsa, bu pastor daha əvvəlki kimi təkcə öz imanlılar cəmiyyəti barədə düşünməyəcək. O belə deyəcək, mən pastorları necə göndərim? Mən necə edim ki, təcrübəli pastorlar, gənc pastorlar yetişdirsinlər? Gənclər isə öyrənəndən sonra təzə pastorlar yetişdirsinlər. Öz imanlılar cəmiyyəti
cəmiyyəti barədə düşünmək əvəzinə həmin pastor insanları öyrətmək və onları göndərmək üçün müqəddəs kitab məktəbi təşkil edəcək. Həvari müjdəsi ilə birlikdə olandan sonra öz narıncı rəngini ona ötürür. Müjdəçilik məktəbini necə açım? Başqa müjdəçiləri öz ətrafıma necə toplayım? Onları necə göndərim? O, öz imanlılar cəmiyyətindən daha böyük şeylər barədə düşünür. Şəxsən mən təkcə öz imanlılar cəmiyyətin barədə fikirləşmirəm. Mən müxtəlif ölkələri və bütün dünyanı düşünürəm. Məndə olan narıncı rəng yanımda olan insanlara keçir. Mənimlə çox qaldıqda bütün narıncı rəngdə olurlar. Təsirimin altına düşəndən sonra onlar da mənim düşündüyüm kimi düşünməyə başlayırlar. Mən bunu heç də övünmək üçün demirəm. Necə işlədiyini izah etmək üçün bunları deyirəm. Bir neçə il əvvəl mən də adi bir məsihçi idim. Amma sonra mən bir həvari ənamı olan bir insanla dostlaşdım. Onda həvari ənamı var idi. Bir neçə il mən onunla birlikdə xidmət elədim. O müqəddəs kitab məktəbini təşkil edəndə mən onun yanındaydım. İsa radiosu stansiyasını açdı. Mən onunla idim. Məsihçi qəzeti dərc etməyə başladı. Onun yanındaydım. Məsihçi kitab mağazası açdı. Mən onunla idim. Sonra Məsihçi kafe açdı. Mən yenə onun yanındaydım. Təbiətcə mən təşkil edən adam deyildim. Mən üzv olduğum imanlılar cəmiyyətindəyəm. Sadəcə, yalnız müjdəni vəz etmək və insanları Məsihə gətirmək istəyirəm. Amma həvari ənamı olan bir adamın yanında olduğum üçün onun rəngi mənə keçdi. Bütün varlığıma narıncı rəng yayılmağa başladı. Mən hər şeyi onun kimi görməyə başladım. Mən də təşkil etməyə başladım. Biz indi mərkəzlər, məktəblər təşkil elədik. Adamlara təlim veririk. İsa radiosunu da işə salmışıq. Bugün malik olduğum hər bir şey yalnız bu adamın yanında olduğumun nəticəsidir. Bu onda var idi və o malik olduğu hər şeyi mənə də ötürdü. Eynən buna oxşar. 2 gün əvvəl yanıma bir qız gəlmişdi. Onun üçün dua elədik. Onun üçün dua edərkən bir görüntü gördüm və bu qıza aid peyğəmbərlik elədim. Gördüklərimi ona danışanda o ağladı. Bu ona çox toxundu. Sonra o mənə bunları yazdı. Ağlamağımın və sənin peyğəmbərliyinin mənə belə toxunmağının səbəbi budur. Sən mənə bir ay əvvəl gördüyüm yuxunu dəqiqliklə dedin. Bir ay əvvəl Allahdan bir yuxu gördüm. Sən yuxuda gördüyüm şeyi dəqiq söylədin. Belə şəhadətləri çox xoşlayıram. Bir neçə il əvvəl belə bir ənam məndə yox idi. Amma həmin vaxt çoxlu peyğəmbərliklər edən bir nəfərlə dostlaşdım. Mən onun yanında olanda o nə elədi? Öz mavi rəngini mən ötürdü. Daha mən təkcə sarı deyildim. Biraz da mavi rəngə də boyandım. İndi mən peyğəmbərliyi öyrədə bilərəm. Lakin mən hələ də mavidən daha çox sarı rəngdəyəm. Dediyim odur ki, bu belə işləyir. Deyək ki, siz tamamilə yalnız mavi rəngdəsiz. Amma biraz sarı rəngə boyanmaq istəyirsiniz. Digər ənamlarda istəyirsiniz. Buna görə də fərqli ənamları və xidmətləri olan insanlarla birlikdə olun. Onların təsiri altına düşün. Həmçinin bizim sadəcə yerli imanlılar cəmiyyəti deyil, daha böyük mənzərəni görməyimiz üçün bir həvarinin yanımıza gəlməsi lazımdır. Həvari bu adamları öyrədib xidmətə göndərəcək. Təcrübəmdən bilirəm ki, bu işləyir. Burada söhbət insanları bir qutuya qoymaqdan getmir. Həmçinin imanlılar cəmiyyətində digər ənamlar da var. İman, yardım eləmək, iyanə vermək və s. Bunlardan başqa da bir çox ənamlar var. Bu bizə nələri göstərir? Birincisi bu göstərir ki, lap əvvəldən, yəni siz ruhdan doğulanda sizə verilən ilk tapşırıq Məsihin ardınca getməkdir, ona bənzəməkdir, Məsihdə böyüməkdir. Missiya, gedib şagird hazırlamaq, onları suda vəftiz eləmək, həmçinin onları öyrətmək. Bu, hər bir imanlıya verilən tapşırıqdır. Bu, yalnız bir neçə nəfər üçün deyil, bu tapşırıq hər kəsə verilir. Hər birimiz hər gün şagird hazırlaya bilərik. Hamımız qonşumuza şəhadət verməklə onu Allaha gətirə bilərik. Hər birimiz ən azından bir nəfərlə oturub onu öyrədə bilərik. Hər birimiz peyğəmbərlik etməyi öyrənə bilərik. Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. Bundan sonra siz nə görəcəksiniz?
ürəyinizdə bir sahəyə aid böyük, alovlu istək görəcəksiniz. Bu sizin ürəyinizdə olacaq. Bu sahədə işləməyi yaxşı bacardığınız üçün bunda zəif olanlara xor baxmayın. Onlarda olan ənamları görün, onlardan öyrənin. Müxtəlif ənamları olanlarla birlikdə işləməyə başlayın. Onda imanlılar cəmiyyəti inkişaf etdiriləcək. Siz daha çox sevinəcəksiniz, daha azad olacaqsınız. Çünki Allahın sizə verdiyi tapşırığı yerinə yetirəcəksiniz. Məsihin bədənində də siz daha səmərəli olacaqsınız. Çünki hamı qaçıb eyni işi görməyəcək. Biz fərqliyik. Mən bugün dünyada artıq beşguşəli xidmətə inanmayan, kədərli bir vəziyyətin yaranmış olduğunu görürəm. Müəllimlər rəhbərliyi öz əllərinə keçiriblər. Bu müəllimlər bugün artıq həvari və peyğəmbərlərin olmadığını öyrədirlər. Onlar həmçinin öyrədirlər ki, pastor və müəllim eyni ənamdır. Təkcə müjdəsi qalır. Müjdəsi rəhbər ola bilməz, çünki bu imanlılar cəmiyyətində əsas təlim verməkdir. Beləliklə, müjdəçilər axırda imanlılar cəmiyyətini tərk etməyə məcbur olurlar. İmanlılar cəmiyyətində isə yalnız bir ənam alırıq. Təlim, təlim, təlim. Xeyr, əsas ənam təlim deyil. Məsihin bədəninin hər bir üzvü birlikdə işləməlidir. Bu təlimi götürüb bir qutu yaratmayın. Diqqət mərkəzində Məsih olmalıdır. Beləliklə nə etməlisən? Əgər, məsələn, müəllimlik sahəsində öyrənmək ehtiyacını duyursunuzsa, cəmiyyətinizdə bu ənam olan insanları tapın. Kəlamı yaxşı bilən insanları tapın və onlarla birlikdə çoxlu vaxt keçirin. Həmin imanlıların rəklərinin sizə keçməsinə imkan verin. Əgər siz çox güclü müjdəsi olmaq istəyirsinizsə, o zaman müjdəsi ənamı olan imanlıları tapın. Onlarla vaxt keçirin. Onların rəngi sizə keçsin. Bu heç də o demək deyil ki, siz bunu etməklə sırf müjdəsi olacaqsınız. Siz sadəcə müjdəni vəz eləməyi öyrənəcəksiniz. Şəxsən mənim öyrənməyim üçün müjdəsinin ətrafında olmağıma ehtiyac yoxdur. Çünki mən bu sahədə güclüyəm. Mən daha çox pastorlarla, müəllimlərlə və digər ənamları olan imanlılarla daha çox vaxt keçirməliyəm. Çünki mən öyrənəcəyəm və hər ənamdan istifadə etməyə bacaracağam. Bu təlim sizi bir qutuya salmaq üçün deyil. Bu dərs Məsihin bədəninin müxtəlif üzvlərdən ibarət olduğunu göstərmək üçündür. İnsanları azad eləmək üçündür. İmanlıların ənamlarını tanımağa başlamaq üçündür. Sizin kiçik bir ev qrupunuz varmı? Bu dərsi onlara göstərin. Birlikdə oturub nə etməyi sevdiyiniz haqda danışın. Ənamınızın nə olduğu barədə danışın. İnsanların ənamlarını başa düşəndən sonra onları düzgün qaydada yerləşdirə biləcəksiniz. Siz bir bədən kimi birlikdə işləməyi öyrəndikdən sonra insanları Məsihə gətirməklə, onları bir imanlı kimi yetişdirməkdə, müqəddəs ruhun rəhbərliyi ilə onları yeni ərazilərə göndərməkdə daha səmərəli olacaqsınız. Birlikdə siz daha çox bəhrə verə biləcəksiniz. Bu dəfə paylaşmaq istədiyim elə budur. Növbəti dəfə onlayn Pionerlər Məktəbinin sonuncu dərsi olacaq. Gələn dərsdə mən Rəbbin süfrəsi haqqında danışacağam. Sizə birlikdə toplaşanda nə edə biləcəyinizi deyəcəm. Əhdi cədid imanlılar cəmiyyətlərini necə təşkil edə biləcəyinizə dair fikirlər söyləyəcəm. Beləliklə, bu təlim sizə imanlılar cəmiyyətinin nə olduğunu izah edir. Ruhani səviyyəni görməyə kömək edir. Allah sizə xeyir dua versin. Növbəti dərsdə görüşənədək. Sağ olun. With a DNA where you understand where churches are, DNA understand the spiritual level, a DNA where you understand the gifting God has given to the church. God bless you and see you next time. Bye bye.